Düşüncələrimiz bizi nə dərəcədə idarə edir? Tam idarə edir. Kiçik bir izah verim. Bilirsiniz ki, bizim bütün bir orqanizmimizi beynimiz idarə edir. Beynimizin 3 əsas funksiyası var. Birinci funksiyası bizim orqanizmin ümumiyyətlə 12 sistemindən ibarətdir. Ürək, qan damardır, limfa-drenaj sistemidir, immun sistemidir, həzm sistemidir, sümük oynaq sistemi və s. 12 sistemdən ibarətdir. Beynin birinci funksiyası bu 12 sistem bir-biri ilə sıx əlaqəli şəkildə vahid sistem kimi işləməsini təmin etməkdir. İkinci funksiyası bizim duyğu orqanlarımız, eşitmə, görmə, iyi bilmə, dad bilmə və toxunma təması vasitəsilə bizi xarici mühitlə əlaqələndirməkdir ki, bu beynin hərəkəti əmələ gətirən hissəsinə aiddir. Hansı ki bizdə də var, heyvanlarda da var. Beynin ən ali funksiyası hərəkəti idarə edən hissəsidir. Yəni biz əvvəl düşünürük ki, duraq işə gedək, sonra durub gedirik. Və yaxud da duraq hər hansı bir yeməyi hazırlayaq, ondan sonra durub bu hissəni hazırlayaq. Yəni bizim şuur hissəmizdir və düşüncələrdən ibarətdir. Yəni düşüncələrimiz nəyi deyirsə biz onu eləyirik. İndi bildiniz, düşüncələrimiz bizi nə qədər idarə edir. Hər bir insan öz düşüncələrinin məhsuludur.